Alemin. Allah Allah. Videoya düştü ya Allah'ım. Abi ne tel? Evet. Görsen ekran. Ha. Version of control'a gedək. Ha. Spring version of control. Bax. Version of control nədir? Burada PDF-in bir neçə yerində görəsən eyni şeyləri. Hamısını oxu. Əlavə gedir. Məsələn, əvvəl sənin version of controlun bu hissəsindən danışır. Slide 13 değil. 13. 12, 11'de kalmıştı slide. Ha. Biz buradayıq. Aa, bir dəqiqə. Yox. Bak inversion of control görsüz yok. Yoxdur, yox. Abi buradan başlıyor da buradaydı. Sonra buna geçiyor. Bunu oxumusan da bu var et. Aç öz PDF-ni. Öz PDF baxmısan. Hı. Sende var da. Unutmuşum. Mesela PDF'inde var. Var. Seçelim. Ya sayı torpal. Az etsen ama meyveleri sayıdan çok değil. Çiçekte az etsen öyle. Şu başlık. Hı. Bu bakmışsınız. Inversion of control nedir orada kaldı. Ha. Polka. Şeye, qrupa yazıblar universitet qrupuna. Birinci həftəsi də universitet ilində açıldı. Yazıb alt həftədə, üst həftədə yazıb, üst həftədə yazmışım. Tüfürürüm, şot yandı. Ben alt yazmışdım. Abırsız o benim. Option. Adam müəllimdən gülər heç. Inversion of control nədir? Spring Java proqramlaşdırma dili üzrə qurulmuş geniş də istifadə olunan texnologiyadır. Bunu bilirik. Bu texnologiya Dependency Injection Inversion of Control prinsipləri üzərində qurulub. Spring proyektimizdə istifadə etdiyimiz obyektlərin avtomatik yaradılması. Spring proyektlərində, Spring proyektimizdə istifadə etdiyimiz obyektlərin avtomatik yaradılması. Bu obyektlərin bir-biri ilə əlaqələndirilməsi, obyektlərin həyat dövrünün idarə olunması əməliyyatlarını effektli şəkildə eləyir. Bu iki prinsip. Java obyektlərin həyat dövrünü idarə edən prinsip inversion of control. Obyektləri normalda biz özümüz yaradırdıq. Hardkod edirik də. Məsələn, main mı bərabərdir new main. Düzdür? Burada öcə elə yaratmayacağıq. Yəni, ehtimal ola bilər bəzi yerlərdə elə yarada bilərik. Amma əsasən buraxırıq ki, Spring özü yaratsın. Application kontekstə qeydiyyat eləsin və həmin obyektlərə də bin deyəcəyik. Və bu binlərin həyat növü, həyat dövrünü, life cycle-ını idarə edən prinsip inversion of control-dur. Inversion of control nə deməkdir? Sağlamı? Kontrol nədir? Kontrol eləməkdə nəyəsə düzdür, idarə eləmək. Inversion da tərsinə çevrilməsidir, inversiyası, tərsi. Yəni kontrolu tərsinə çeviririk. Əvvəllər biz obyektlərdən asılıydıq, indi obyektlər bizdən asılıdır. Misal üçün. Bu cür tərsinə çevirməliyik. Anotasiyalar nədir ümumiyyətcə? Java siniflərinə və başqa elementlərə əlavə edilən xüsusi nişandır. Heçat kimi. Elementlər haqqında əlavə məlumat daşıyırlar. Kodun kompleks olması zamanı və ya runtime zamanı istifadə edilir. İki vəziyyət var. Compile time, bir də runtime. Bunlar nədir? Compile time odur ki, sən run düyməsinə basmadan işə düşsün. Misal belə fikirləş, dəstə elə deyil, amma yəni kodda indi yazıb görəcəyik də daha yaxşı. Runtime, sən prosesi bitirirsən, run edirsən, proses gedir, bitir, ondan sonra nəticəsini görürsən. Yəni xəta varsa runtime zamanı görürsən. Compile time-da sən basırsan, məsələn, birinci compile prosesi gedir. İndi düzdür, Intel işlədirsən, bir dənə run düyməsinə bassan, compile-la run-ı eyni anda eləyir. Amma normalda compile-ı ayrıca eləmək olur. Okey. Anotasiyalara misallar. Bu override-ı tanıyırsan. Bunu bilirik. Komponent olacaq, entity olacaq, servis olacaq, Spring application olacaq və s. Çoxlu əsas anotasiyalar Spring-də. Spring-də anotasiya bildinsə, çox. Qalan kod strukturu problem deyil. Onu öyrənərsən. Anotasiyaları əzbərləmək lazım. Hansı nə iş görə bilməlisən. Nə nətər işləyir bilməlisən. Hardan import olunur, bunu bilə bilməlisən. Biraz o Spring-in çətinliyi odur. Komponent anotasiyası haqqında danışdıq. Danışdıq demək, gördük burada mesela komponent var idi. Bunun haqqında ətraflı danışsaq, bu anotasiya Java sinifini Spring komponent eləmək üçün. Bu zaman Java sinif
Java sinfi Spring tərəfindən idarə oluna bilən vəziyyətə gəlir. Sinfin başında bu annotasiyanı yazdığımız zaman komponent scan funksiyası bu sinfi komponent sinfi olaraq qeydiyyat edir. Və biz proyekti run elədiyimiz zaman Spring bu sinfdən avtomatik olaraq bin yaradır, obyekt yaradır. Application kontekstə qeydiyyat edir. Arxa planda aşağıda qeyd olunmuş proseslər gedir. Elə ki, ora keçməyə qısa deyim. Normalda SC-də yaratdığımız klassların eynisini Spring-də yaradırıq. Adi bir dənə klassda public class user, public class main fərqi yoxdur. Yarada bilərsən. Və içinə istəsən public static void main yazarsan. Nə istədin edə bilərsən. Amma onu Spring klassı eləmək üçün, application context klassı eləmək üçün cümləni xahiş edirəm. Eləmək üçün üstünə komponent annotasiyası yazılır. Bəzi annotasiyalar var ki, o annotasiya klasslara yazılır. Bəziləri var dəyişənlərə yazılır, bəziləri də var metodlara yazılır. Bəziləri də referanslara yazılır. Və hansını hara yazmaq lazımdır? Məsələn, komponenti dəyişənə yazmırsan. Komponenti klassın üstünə yazırsan. Göstərəcəm onu. Komponenti yazdığın klassın üstündə bu klass olur Java Spring tərəfindən idarə oluna bilən. Sən nəyə oxşuyur? Elə bir ki, belə fikirləşdir, deyirlər ya, beyninə çip taxmaq söhbəti. Yəni normalda insanlar hərəkət edir, heç kim onu idarə edə bilmir də. Amma hansınsa beyninə çip taxırsansa, o çipin sahibi tərəfindən idarə olunmağa başlayır. Komponent annotasiyası o çip kimidir. Onu hara taxsan, hara qoysan, Spring həmin klassı özü idarə edə bilir. İstəyəndə ondan bin yaradır ki, fakt yaradır. Bir yox, bir neçə bin yarada bilir hətta lazım olarsa. Sonra onların əlaqələrini də özü qurur. Inversion of control-a görə. Komponent scan işə düşür. Üzərində bu annotasiya yazılan siniflər Spring tərəfindən xüsusi olaraq qeyd olunur. Və komponent siniflərin scope sazlamalarına görə application kontekstə fərqli formada qeydiyyata alınır. Scope falan bunlara elə girmirik də, bunlar sonraki mövzudur. Spring özü scan elədiyi və kontekstdə qeydiyyat elədiyi binləri arxa planda istifadə edir. Yəni bizdən asılı olmayaraq öz-özünü eləyir. Yəni lazımı obyektləri bir-birinə injection edir, bir-birinə bağlayır. Bu da dependence injection-da görəcəyik. Spring kontekstdə qeydiyyat olunmuş binləri istifadə etmək üçün proyektimizi application context referansından istifadə edə bilərik. Getdik. Burada belə bir şey deyil. Çok. Bu mövzular biraz uzun. Burada nümunə verib. Bu nümunəni indi yazacağıq. Görəcəyik. Sən bu nümunəni bilirsən usta. Baseball coach adında elə bir dənə sinif yaradırıq, böyük sinif. İçində veririk məsəl üçün bir metod. Get daily workout metodu string tipində. Bunu eləmişik də. Canım bunu eləmişik də belə şeylər. Yəni, metod yaratmışıq klasın içində, SC-də. Yadında deyil. Benim qaçdıyım. Nəyə qarışdı? Çətin də. Çətin indi görəndə başa düşürsən. Hələ ki, sən mənə proses sualıma cavab ver. Belə bir metod yaratmışıq heç bilmən ki, bu tipdə. Public string get daily workout. Məncə yaratmış. Mən də hər halda yaratmışıq. String tipində getirlər məsələn. Getir metodları belə olur. Return olur. Mən return cavab verir. O da getməsi bütün var. Ha, bir buradan obyekt yaratdıq. Obyektini yaratdıq bu şəkildə. Baseball coach, the coach, new baseball coach. The coach nöqtə get daily workout. Bunu eləmişik. Amma hard code sayın. Yəni yaxşı üsul deyil. Mən ona görə nə edirdim? Bir dənə ata klass yaradırdım. Ya da interfeys. Oradan varisliyi almışamsa, başlanğıcda ora bax, bunu yazdım. Ata klassının adını yazırdım. Sonra obyektimin adını yazırdım. Sonra onu hansı oğul klassa bağlayacağımsa onun adını yazdım. Bu da yadımdadır məncə. Bunu da eləmişik. Dayış. Sonradan onu override edib içini doldura bilirik. Bunu da bilirsən. Varisliyi aldığın klassdan götürüb override edirsən. Bu okeydir. Amma bu Spring belə deyək də Java SE-də olan bir şey. Spring-də belə eləmirik. Spring-də belə eləsən çox geri düşərsən. Bunun daha qısa variantı var. Spring konteynerin əsas funksiyaları obyektlərin yaradılması və idarə olunmasına inversion of control, digər obyektlərdən asılılıqlarını qurmağa dependency injection deyilir. Var ya da sana. Komponent scan özəlliyi nədir? Burada uzun-uzun yazdım, amma mən qısaca deyirəm. Sənin klassının adı tennis coach'dursa böyle. Üstünə komponent yazmısansa, onun yaratdığı B-nin adı tennis coach olur kiçik. Sonra nə yazsam kiçikdən olur? Komponent, add komponent yazanda.
Özü bin yaradırlar kaplanın. Sənin yeri belə bil ki, metod şey yaradır. Dəyişən obyekt yaradır sənin əvəzin. İndi bunlar nümunələrdir, izahdır. Bu tapşırığı yazaq. Orada başa düşəcəksən. Az şey. Maçalı bağlamağı sonra. Neyse. Bence proyekt edelim. Sende var da şey. Spring'in IntelliJ Ultimate. Görmüşüz. Nice. Olmayan da yaratmaq olmur buradan. Digər qıraqda yaratdı gətirib baxırsan. Buradan girdik Spring Boot'a. Adını qoyuruq bunun version of. Ya da qısa yazın. Ha, qısa adlarını da yazın. Yok. Mesela version of control. Yok. Component. Burada da ki geldi. Ha. Gelmedi değil mi? Yaradanda Maven'ı seçirsən. Ben Java Maven 17 seçəndə 17. Bilmiyorum. 21'i seçərsən. Sonra 17'ni yükləyəcəyim. DevTools, Lombok, bir de web. Bunlar bəs edir. Ümrede de bahsedilmiş. 17 daha yaxşı. Optimizasiyası da daha yaxşı. Köhnədir da onlar. 21 təzədir hələ o. O deyil də, sütüldür, SVG. Üçün seçdik. Lombok, DevTools, Spring Web. Yaratdıq. Hedefin tapşırığı çoxu. Bakşın sonra. Add komponent tapşırığı. Yeni Spring Project yaratmak, Hı. Bootstrap yaratmak. İşte. Ha, bura açdım mən. Paketim buradadır. Üstündə görsən run işarəsi var. Demək ki, mənim main metodum klasım Bakın budur. da PDF'lerimde tasarlayabiliriz. Ha. Rect belə açılır. Da. Bu da yoxdur. Buradan sırıcını açsan, source. Aha. Main'i açırsan, Java-nı açırsan. Sənə bunlar lazım. Resurslar da lazım olacaq. Amma hələ yox. Burada görsən üstündə run işarəsi var. Demək ki, mənim main metodum olan class budur. Görsən public static void main. İçərisində də kod var. Nədir? Spring application. Yəni mən run'ı basanda Spring application işə salacaq. Tapşırıqda nə deyir? Nə class yarat? Değil, book sınıfı yarat. Ha, Book sınıfı. book'u buradan yaradırsan paketindən. Bu əncə paketdir. Bundan yaradırsın. Book. Normal yani. Bu arada Gayet. bir de gecede kaldı. Aklımda. Bak, bir dəqiqə olmaz mı? 15 saniyə. Sonra book'u yaratdım. Məndə tutaq ki, yarandı. Tapşırıldı. Geç sen burada otur. Aslında onlar. Ha, çok gecikirse yanımda otur.
Notebook. Ya notebook hələ ki qoy istəsən bir ara. Hə, tapşırıq oxumalı. Burada otur da sağımda otur. Geç. İkinci sınavda da gel. Zəhmət olmasa tapşırıq oxumalı. Bu sinfi yarattık sonra. Bu sınıf yaratdıq. Bu sınıfı komponent etmək. Bunun komponentleri mecbur gelsin klasın üstüne. Evet. Story. Paylaşım. Və paylaşma olmasa da olmur. Komponent değil. Aha. Spring Framework stereotipten yapıyorsun. İşte komponent oldu j teması hazır. Yine iniri değişenler yaratır. Düzde long id. Mutlaka olmalı. Sonra string name. Enterprise. Page count. Int page. Tamam sayfası alın. Hı. Ha, Sonra şey. Bu sınıfın default konstruktörünün daxilində obyektlər əşyalar istədiyiniz nələr mənimsətmək çəkmək. public book. Default dediği için mütezesinin için boş koy. Şey, bu default constructor diye mütezesini boş koyuram. Bir değişenlere istediğin məlumatları daxil et. ID bərabərdir 1 name Şimdi sprinlə sildi. Ayxan price Ayxan Beşdir. Ayxan satmaq üçün. Neyse. Smoke tutmuyoruz. Değil. Bot son. Qiyməti 5. Page count və səhifə sayda 125. Bunu da elədik sonra. Sonra bu sınıfın dəyişənlərini gətir və setlərlərini yaratmaq. Getirsə tənəzə yaradı. Sağlasız generate. Bir dənə də şey var. Buraya yazan komponentləşmə yapıyorsun. Override. Və setlər ha. Onu yaratma da Gücü yarattı. göstərmir. Ne lazım? Sprint qısaldırılır şimdi. Ha. Ekran görünümü qısaldırılır. O da ha oradan. Bir de bu var. Bu options. Getir, setir, constructor, default constructor. Her şey yaradır. Bir daha anlatırsan. Evet. Mesela zor bir şey o şimdi. Zor bir şey demir. Bu da. Yani bundan sonra sen her şeye ezber ediyorsun. Cidden şak 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 bütün annotasyaları yazdın. Kodun hazırdı. Sonra bunun entity'si var. Entitim de yakın olabilir. Database. Evet, ama database alabilemem şimdi. Çünkü verilenler bazısı. Şu, bu da var. Geçti bırak. Ha, bir de bak constructor'lar mesela yaratmak istersen. Onu da belirleysen. No args constructor deyirsən. Bu default constructor. Bir de deyirsən all args constructor. Görürsən qırmızı verir. Bunu siləlim. Ha? Böyle kırmızı verir. Üstüne gəlir ha. Gidir. Constructor element is already defined. Yani deyir, bir var. Yes. Bir deyir parametresiz constructor vardır. Nadir əldə edə bilməz. Mesela bunları dəyişənlərin üstüne yazma olmaz. Böyle. Sonra ne deyir?
Get-bin metodu vasitəsilə Spring-də book obyektini əldə etmək və daxilindəki dəyişənlərin dəyərlərini konsola çap etmək. Get-bin metodu vasitəsilə. Haydi sonunda xeyr. Burada sana context etmeyin. Bunları keçirik bura. Book. Bir book. Beraberdir. Context. Kontekstimiz yoktu burada. Onun kontekstini configurable application context. Configure application context. Context. Herhalde. Bunu öyle bir koyalım kapatalım. Configure application context by the context. Spring application noktaları almasın. Bizim sen application'ın adı mevcut arkasında da application'ın adı yok component daha. Buna yok component. Sizə də bağlıdır o kömək eləyən. Ha. Book de book beraber context nokta. Koyan için bütün metotları geldi. Bizans lazım mı? Get bin. Nokta verici. İçinden ne talep edilir? Bizim kırmızı göster. Get bin metodunun içinde neyse olmalıdır. Birinci ad verməlisən. İçindən book. Yani bunu axtar. Bir de deməlisən book nokta class. Şey. Bunu deyirəm de book nokta. Dəyişənlərin adları. Get ID. Get price. Get page count. Mesela. Tapşırıqda ne deyirdi? Dəyişənlərin dəyərlərini konsola çapıydı. Bunu yazacağım. So bu diyeceğim the book nokta get ID. Ve bunu kopyalayacağım. Ondan sonra kontrol TV'ne öğrenciler. Ama o kadar bölmemişim değil mi? Sonra get name. Name'den sonra vardı. Price. Bir de page count. Hamısını bir alt alta çıkarttım. Run ilgili projekte. Bilmiyorum. Komponent yazmışım. Setler kaldı. Setem lazım. Getirilmemiş demiş. Öyle değil mi? Context. Nokta getmeyin. Nokta klasmanda da var. Ya bu niye cannot access verir? Book'a.
Üçüncü dırnaqda damık. Başka. Daha tırnaklı yazı var. Bu da nasıl var idi? Ona göre səhv edirəm. O bu senin olmuşsun. İri bu Ya kız. o sizin olmaz. Hatasız. Ha komponent yazmışam buna. Book'a. Ha public class book. Book to book context get in. Gələndə xəta verdi. Cannot access com example. Yok komponent book. Ama burada book'u görür. Bize compile eləmək lazım. Şimdi ben elimdeyiz. Komponenti de yazılı değil mi? İşte. Oradan elimizin getdi. Stereotipten ayda gelirsen. Tamam. Ne bileyim işte sanki. Dependency Mabel'dan demişler. Dependency'de DevTools'lu, Lombok'lu, Dev. İştir ki Yəqin yox oldu. ya böyle iştir. İştir pozu gizleyir. Bir kanata bak cannot access olsa tapabilmese bunu da yaradanmaz. Olan. Getpin eləyirsən, elə bil bununla obyekt yaradırıq da referansa bunu bərabərləşdiririk və götür. Burada niyə kiçik ilə book yazmışıq? İndi onu göstərəcəm. Onsuz dırnaqda da var. Əhəmiyyət verməz. Bu dırnaqda əhəmiyyət verir, nətər verir? Baxın. Burada dəngəşən tema var. Deməli, yaratdıq onu. Bir dənə yazdırıq string. Bin names. Və bu adda bir dənə array yaratdım. Bin names nədir? Context nöqtə get bin definition names. Bu nədir? İndi bunları da ekrana çıxartdıram for each'dən. Misal üçün string məsələn nöqtə bin names. Sort bin definition names metodu. Sənin elə bil ki, belə deyək də, proyektin içində olan bütün binləri array alması. Yaradılan bütün binləri array alması. Yəni, bax orada görəsən. Klasımızın adı böyüyən bookdur. Heç yerdə də mən deməmişəm mənə obyekt yarat. Düzdür? Bir dənə bura komponent yazmışam. Komponentli deməkdir. Annotasiyada da sənin klasını Spring kontekstini qeydiyyata alır. İndi biz Spring Boot'dayıq. Hə. Yəni, bütün binləri çıxartdıq proyektdə olan bütün binləri. Tanış gəlir. Book. Bunun kiçiyinə yazılmış. Şimdi bura komponent yazanda, buna komponent yazanda, klası götürür, adını kiçiyindən götürür. Bin yerində. Ona görə biz bayaqları kod yazanda burada, bayaqki kodda kiçiylə bin koymuştuk şeyin içərisində. Bunu koymuştuk. Demişik ki, bu bin. Bir klasın bir neçə dənə bini ola bilər. Mən demişəm ki, mənə sırf bu bindən istifadə edim. Bilirəm ki, bu bini get tap. Bizim buradan atılmış otomatik programlar. Peki bundan yaradacaq. Bunun bin beraber bunun kiçiyindən bu komponente gibi. Ama biz özümüz de yaradabiliriz. App config'lə bilmiyorum. Önce ben nasıl yapayım? Hələ ki əzbər daxil. Başa düşməməyin səbəbi hər şeyin əzbər olması. İndi dən yazarsan kompüter tutasın sonra.